Trafiki xoralar uzun müddət sağalmayan yaralara deyərlər. Bunların bir çox səbəbləri vardır. Ən çox bizim rast gəldiyimiz 3 növün arterial mənşəli, venoz mənşəli və neyrogen mənşəli. Varikoz mənşəli, yəni venoz mənşəli trafiki xoralar daha tez-tez rast gəlinir. Çünki varikozla bundan əziyyət çəkən insanların sayı dünyada milyardlarladır. Onun üçün təbii ki, bunu nəzərə almaq lazımdır. Nə vaxt trafiki xora yaranır? Əgər hər hansı bir varikoz xəstəliyi, venoz xəstəliyi və yaxud da ki, arterial xəstəliyi vaxtında müalicə olunmursa, proses get-gedə inkişaf eləyir və damar çatmazlığına gətirib çıxarır və damar çatmazlığının arterial və yaxud da ki, venoz formada olan damar çatmazlığı son nəticədə uzun müddət sağalmayan trofiki yaralara səbəb ola bilər. Bunların bugün müalicəsi çox asandır. Vaxtilə bunların 10 illərini əziyyət çəkirdilər, amma artıq biz Azərbaycana ki, bu lazer müalicə üsulunu gətirmişik 15 ildir. Bu xəstələrin bir növü bu bəladan canını biz qurtarırıq. Bunlar gəlirlər, müəyyən lazer müalicəsindən onun altında olan, ona səbəb olan damar lazerlə koagulyasiya olunur və 10 illərlə sağalmayan trofiki xoralar bir neçə ərzində sağalır və insanların həyat keyfiyyəti, hər şey bundan sonra gözəlləşir. Çalışın ki, vaxtında müraciət edin, biz də sizi bu bəladan qurtara bilək.